Selamu aleyküm, rahmetullah, barakat değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, bugünkü mövzu bildirçin yumurtasının faydası hakkında olacak. Deməli, değerli izleyiciler, bildirçin yumurtası küçük olsa da sağlamlık için büyük faydaları maliktir. Bildirçin yumurtası vitamin ve minerallarla çok zengindir. Onun tərkibində A, B2, B1 vitaminləri, dəmir, fosfor və kalsium var. Bu yumurta immuniteti gücləndirir və bədən xəstəlikləri qarşı qoruyur. Qan azlığı olan insanlar üçün faydalıdır. Çünki tərkibində dəmir çoxdur. Uşaqların fiziki və zehni inkişafına kömək edir. Yaddaşı və beyin fəaliyyətini gücləndirir. Yorğunluğu azaldır və enerji verir. Bəzi insanlar bunu da deyim ki, dəyərli izləyicilər, çox analar uşaqları toğ yumurtasına qarşı allergiya olduğuna görə bildirçin yumurtasından çoxlu istifadə edir. Çünki bildirçin yumurtası allergiya qarşı olan uşaqlar çox faydalıdır. Deməli, dəyərli izləyicilər, gündə 2-3 ədəd bildirçin yumurtası yemək sağlamlıq üçün çox faydalıdır. Təbii və təzə bildirçin məhsulları haqqında məlumat üçün bizim kanalımızın videolarını izləyin. Deməli, dəyərli izləyicilər, onu da deyim ki, sizə çox dövlətlər var ki, məktəb uşaqlarına, yəni məktəb tələbələrinin uşaqlarına, şagirdlərinə, yeməklərinə çox vaxt bildirçin yumurtasına istifadə edir. Hətta Yaponiya bu bildirçin yumurtasına məktəbdə uşaqların yeməyinə çox üstünlük verir. Onu da deyim ki, dəyərli izləyicilər, mən bir 10 il bundan qabaq bu bildirçin haqqında maraqlananda mən belə bir videolar rast gəldim ki, Çernobyldə işləyən və əskərlərimiz, radiasiya düşən işçilər öz müalicələrini bildirçin yumurtasında hətta bir neçə bildirçin alıb və ferma qurublar. Bax, belə dəyərli izləyicilər, inşallah güman edirəm mənim bu çəkdiyim video sizin üçün faydalı olacaq. Zəhmət olmasa abunə olmayın, abunə olsunlar. Mənə dəstək olun, like qoyun, mən də sevinirəm. Esselamu aleyküm, rahmetullah, barakatuhu.